Dostlar salam, hər vaxtınız xeyir olsun. Sivrizdə yığdığımız qazanxanada hələ də işlər davam edir. Burada belə bir profil yığdıq. Çünki bizim Raşidin bakımız ev sahibi istədi ki, qapının ağzı olduğu üçün bunun yerini burada təyin elədik. Burada da yerləşdirəcəyik. 300 litrlik genləşmə çənimizdir. Baxın belə. Birinci videoda çəkib paylaşmışdıq. Müəyyən işlər var ki, bitirmişik. Burada bizim resirkulyasiya xəttimiz olacaq. Burada dövriyyə nasosu, çek valfımız olmalıdır. Bunları da yerləşdirəcəyik. 100 litrlik boiler üçün genləşmə çəni. Bir də dostlar, villada qonaq otağı üçün, ayrı yer var. Teraslar üçün ayrıca qazanxana olacaq. İnşallah onu da yaxınlarda başlamalıyıq. Çünki ev sahibi istədi ki, bu sistem ancaq villanın özü üçün olsun. Onun üçün də bir qonaq otağı üçün də ayrıca bir mini qazanxana olacaq. Belə sxemidir, layihəsi. Düzdür, tam olaraq buna uyğun işləmirik, amma müəyyən uyğunluqlar var ki, ona görə görülür. Belə. Bir də hava yığılmasın deyə ən son nöqtələrdə, borunun dönəcəyi yerlərdə hava purjoru mütləqdir ki, olsun. Çünki sistemdə, qapalı sistemlərdə hava yığılır, sonradan problem yaranır. Düzgün işləmir sistem. Yuxarılarda da yığmışıq. Hava purjorlarını qoymuşuq. Ümumiyyətlə dostlar, bu sistemdə, qapalı sistemdə hava purjorunun çox olmağının ziyanı yoxdur. Əksinə xeyri var, ziyanı yoxdur. Burada da hava purjoru, nə qədər yəni çox olsa hava purjoru biri o qədər yaxşıdır ki, çünki sistemdə ən çox problemlər havadan yaranır. Hava purjoru olmadığından yaranır. Onun üçün də hava purjoru mütləqdir ki, yəni çox olmağının ziyanı yoxdur. İnşallah da o biri qazanxananı yığanda bu villada. Onu da çəkəcəyik, paylaşacağıq. Burada da işlərimiz davam edir. Mini qazanxananın materialları gəlib. Raşidin bakı, boileri. Materiallarımız gəlib. Biraz töküntülü ola bilər dostlar. Çünki materialların içində çəkdiyim qazanxanada materiallar var idi. Biraz səliqəsizdir. Nasosxana üçün pompalarımız da gəlib. Allah'a əmanət olun. Özünüzə yaxşı baxın.